Sumqayıtda köhnə binaların sökülməsi ilə bağlı yeni mərhələ başlayıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, yenilənmə proqramı çərçivəsində Sumqayıtın 5-ci, 17-ci və 21-ci məhəllələrində söküntü və yenidən qurma layihələrinin icrasına artıq start verilib. Bildirilir ki, ölkə üzrə köhnə yaşayış binalarının sökülərək yerində müasir yaşayış komplekslərinin inşası əsasən investorlar tərəfindən həyata keçirilir. Hazırda proses daha çox Bakının müxtəlif rayonlarında aparılsa da, proqram artıq Sumqayıtı da əhatə edir. Məlumata görə qarşıdakı illərdə yenilənmə proqramı mərhələli şəkildə Azərbaycanın digər şəhər və rayonlarını da əhatə edəcək. Əsas məqsəd istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yenilənməsidir. Qeyd edək ki, Sumqayıtda hansı binaların söküləcəyi, sakinlərin köçürülmə qaydası və layihələrin icra qrafiki ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Hörmətli izləyicilər, Sumqayıtla bağlı xəbərlərdən məlumatlı olmaq üçün YouTube kanalımıza abunə olun, bizi Instagram, Facebook və TikTok səhifələrimizdə də izləməyi unutmayın.